bizim öz savadsızlığımızın nəticəsidir ki, bugün altın çəkirik. Seysmologlar hesablamaları səhv edir. Elm bu tikinti işinə daxil olmalıdır. Mütləq. Gözümüz görə-görə bunu özümüz yaradırıq və qonşum yaradır. Mən buna göz yumuram. Gəlib Respublika Seysmoloji Xidmət Mərkəzindən soruşan varmı ki, burada bina tikmək olar, ev tikmək olar, yoxsa yox? Bakıda çox faciəvi bir proses, yəni buna rəvac verilib tikintilərdə sıvay vurulur. Biri-birinə istinad etmiş sıvaylardır. Yəni bunlar yeraltı suların axım istiqamətini dəyişdirir. Bu sızma biraz da davam eləyəcək. Yəni təhlükə böyükdür. Sürüşmələrə məruz qalmış kətlərimiz var, bütöv kətlərimiz. Son zamanlar ölkə ərazisində eyni vaxtda bir neçə sürüşmə hadisəsi qeydə alınır. Hərə bunu bir cür izah edir. Əslində, sürüşmə zonalarındakı aktivlik nə ilə bağlıdır? Elə bütün bu suallara cavab tapmaq üçün bugün mütəxəssisləri studiyamıza dəvət eləmişik. Geologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Əvəz Salamov, Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdürü, Geologiya Mineralogiya elmləri doktoru Tahir Məmmədli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev qonağımızdır. Xoş gəlmişsiniz. Sağ olun. İlk əvvəl istəyirəm Əvəz müəllim, birinci elə o sualdan başlayaq, yəni mətləbə keçməzdən əvvəl ki, sürüşməni hansı amillər yaradır? Yağıntıların çox olması bu bir səbəb. Yəni bu yağıntılar su götürücü kanalizasiya sisteminə daxil ola bilmir. Onlar müxtəlif yerlərdə toplanır. Toplandığı yerdə də o suxur kütləsini nəmləşdirir və şişmə prosesi baş verir. Bu əsas etibarilə deyək ki, avtomobil nəqliyyatı yollarının dağılmasına səbəb olur. Böyük binaların ətrafında müəyyən çökmə proseslərinin, yəni dağıdır, şişmə prosesi nəticəsində oralarda çökmə prosesi baş verir. Amma Şaiq müəllim, belə bir məsələ də var ki, yəni bu təbiət amilləri aydın məsələdir. Amma sürüşmə baş verən ərazilər, xüsusilə biz Əhmədli qəsəbəsini nəzərdə alsaq, Günəşdə baş verən o hadisələri nəzərə alsaq, Qaraçuxur qəbirstanlığı istiqamətində və bütövlükdə belə deyək də, son vaxtlarda baş verən sürüşmə hadisələri demək olar ki, bir çox təbiət amillərinə yanaşı süni amillər də burada rol oynayır. Yəni, süni yüklənmə, yamaçların belə deyək, süni şəkildə yüklənməsi, aparılan tikinti işləri. Bu necə izah edərsiniz? Əvəz müəllimin dediklərinə mən bir əlavə edeyim. Sürüşmələri yaradan amillər 3 qrupa bölünür. Daimi dəyişən amillər, tədricən dəyişən amillər, tez dəyişən amillər. O sürüşmələrin baş verməsi üçün o daimi dəyişən amillər ki var, geoloji, geomorfoloji quruluşdur, tektonik quruluşdur, ərazinin hidrogeoloji şəraitdir, bu mövcud olmalıdır sürüşmələr üçün. Tədricən dəyişən amillərdə danışmayacağım, tez dəyişən amillər. Bunlara daxildir seysmodinamik şəraitin dəyişkənliyi, iqlim amillərinin dəyişkənliyi, texnogen şəraitin dəyişkənliyi. Yəni, dediyiniz Bakı şəraitində baş vermiş son zamanlı aktivləşmələrin hamısı texnogen mənşəli aktivləşmələrdir. Yəni, həmən sürüşmələr texnogen mənbələrdən qaynaqlanıblar. Əhmədli sürüşməsi ilk dəfə 1982-ci ildə baş verəndə, 84-cü ildə daha güclü aktivləşəndə, 90-cı ildə daha güclü aktivləşəndə, bilavasitə həmən ərazidən keçən magistral su kəmərlərinin rolu. Yəni, həmən sürüşmələr həmən səbəblə yaranmışdı. Yamac mövcuddur, 70 hektarlıq Əhmədli yamacı var, orada 4 sürüşmə sahəsi var. Gəncə prospekti 20-də 16 mərtəbə ki, sürüşüb 13 metr 60 cm qabağa getdi, 1.40 çöktü. Xəzər Univermanın üstü. Bu Gəncə indiki Xətai prospekti, General Şıklinski prospekti ilə Gəncə prospekti 63-65-in arasındakı sahə. Bir də biraz yuxarıda Gəncə prospekti 106 ünvanında. Yəni, həmən sahələrdə baş vermiş 4 sürüşmənin 4-ü də texnogen mənşəlidir. Yəni, biraz açıqlasaq. Yəni, bilavasitə əraziyə suyun daxil olması, yamaca daxil olması, yamacı təşkil edən o gilli suxurların, o gilcələrin istanaraq biraz daha möhkəm, bərk plastik suxurlar üzərində hərəkət etməsi General Şıklinski küçəsi hər 4 sürüşmədə, General Şıklinski küçəsi prospekti boyunca mövcud olan kanalizasiya, istilik şəbəkəsi və magistral su kəmərindən sızmaların nəticəsində, bəli. Məsələn, indi axırıncı sürüşmədə sürüşmə baş verdi. Həm orada düzdür, qar örtüyü də olmuşdu, müəyyən qədər yağışların miqdarı yanvar-fevral ayında artmışdı. Bu ilə yanaşı biz artıq həmin amillər aradan götürüləndən sonra
Sürüşmə artıq baş verib, fevral ayının 26-sı baş vermişdi aktivləşmə. Fevral ayının 4-də günortadan sonra olduqca güclü bir aktivləşmə yarandı. Və hərəkət deməli artıq gün ərzində 26-sından 4-ünə qədər gün ərzi 8-10 sm hərəkət dinamika var idisə, bizim topograflar işləyirdi. 4-ü səhər günortadan sonra başlayaraq axşama qədər artıq 4 metrəyə yaxın kütlənin hərəkəti müşahidə olundu. Bəli, martın 4-də. Və kütlənin qırılma qaşı boyunca böyük su çıxıntıları müşahidə olundu. Təbii axırdı, su gedir. Heç kəs deyir, durmurdu, mənim suyumdur. Drenaj quyuları qazdırma məcburiyyətində qaldıq. Böyük diametri 650 mm, 22 metrə bir gecənin içində qazıldı 3 dənə quyu və nasoslar buraxıldı. Günün bu günündə də oradan həmən nasoslar suyu çəkir. Avtomat rejimdə saatdə hər quyu 180-220 litr arasında su götürür. Geoloji vəziyyət necədir? Yəni seismik vəziyyət, bu sürüşmə baş verən ərazilərdə. Orada hər hansı bir dəyişiklik müşahidə olunur, yoxsa yox? Deyərdim ki, Abşeron yarımadasında demək olar ki, zəlzələ baş vermir. Burada seismiklik üçün şərait yoxdur, yəni zəlzələnin baş verməsi üçün. Əsasən Abşeron və Bakı şəhəri üçün seismik təhlükə Xəzər dənizindən gözlənilir. Amma hörmətli mütəxəssislərim fikirlərindən öz fikrimi də əlavə etmək istəyirəm ki, sürüşmək üçün vacib olan 3 amil, Şahiq müəllim demək olar ki, onlar dedi, bir də aydınlığı. Yamac olmalıdır, maillik olmalıdır, su buraxmayan lay olmalıdır və su olmalıdır. Mən belə düşünürəm ki, orada binalar tikilərkən keçmişdə, oraya yamac bilirlər ki, burada sürüşmə ehtimalı mümkündür. Orada bina tikilməyə məqsədə uyğun deyildi. Mən belə düşünürəm, bunu demək lazım. Yəni, elə deyil Şahiq müəllim. Bəli, vaxtilə tikilməli. Nə vaxtsa su axa bilərdi və yaxud heç kanalizasiya suları olmayacaqdı, güclü yağışlar yağacaqdı və bunun şərait ümumiyyətlə Azərbaycanda, o cür Bakı şəhərində bu cür mütəxəssislər, hörmətli mütəxəssislər təyin ediblər, harada sürüşmə ehtimalı mümkündür. Onları nəzarətə götürür. Bu məsələni mən belə düşünürəm, ciddi qaldırmaq lazım ki, belə zonalarda tikintilərə yol verilməməlidir. Çünki mən baxanda, düzdür, bu sahənin sırf mütəxəssis olmasam da bilirəm ki, orada səddar o vaxt hazırlıqdır da Şahiq müəllim, o bina tikirlər. Deməli, o vaxt bilirdilər də sürüşmə zonasıdır. 71-ci ildə verilir. Hazırlayıblar onu. Və niyə bina tikirlər? Seismik təhlükə burada o rol oynaya bilər, güclü zəlzələ olarsa, onda bu sürüşməni sürətləndirə bilər. Amma əsas amillər mövcuddur və həmin yerlərdə bina tikilərkən və ya digər qurğular tikilərkən orada ağırlığı artırır və sürüşməni onlar sürətləndirirlər. Mən düşünürəm ki, yenə deyirəm, hətta kanalizasiya suları olmasaydı belə, güclü yağıntılar nə vaxtsa digər sahələrdə hərəkət gətirə bilər. Yaxın gələcəkdə ola bilsin, güclü yağışlar davam edirlərsə, digər sahələrdə də belə sürüşmələr baş verə bilər. Mən maraqlısı oldu ki, məsələn, bu sürüşmə zonalarında olan binalar, elə son vaxtlar tikilən binaların əksəriyyəti də qanuni binalardır. Yəni ki, o tikinti işlərini aparanlar bunun üçün rəsmi sənədlər göstərirlər, bura icazə verir. Qanundan mən demirəm qanunsuz. Qanun tikilən binalar düz tikilmir. O demək deyil ki, qanuni düz seçilmir. O vaxt səhv eləyiblər. Sürüşmə zonasında bina tikməyə düzülmür. O mən bildiyimə görə həmin zonalar qırmızı xəttlə göstərilmiş burada. Amma orada binalar dövlət tikib, səhv tikib. Məsələn, mən söylədiyim zəlzələ 68-ci ildə Bakı şəhəri Abşeron 6 ballı zona hesab olunurdu. Sonra 78-də 7 ballı oldu. İndi 8 ballı zona. Görün, indi o dövrdə tikilən həmin binalar 6 bala tikiliblər, 7 bala tikiliblər. Seismologlar hesablamaları səhv ediblər. O başları işləməyi yox. O dövrdəki məlumatlar belə idi ki, buranı belə qiymətləndirir. Elm inkişaf edəcən görürlər səhv ediblər. Neçə binalar, Bakı şəhərinin böyük hissəsi aşağı səviyyəli seismik dayanıqlıdır. Yəni seismologiyanın səhvi üzrəndən. Seismologlar yəni esteri dünyanın səhvidir. O vaxt metod yox idi. Güclü 8 ballı zonada indi Bakı. 8 bal olarsa Bakının böyük hissəsi dağılmağa məruz qalacaq. Çünki aşağı səviyyəli seismik dayanıqlığa tikiblər. Mən bunu niyə götürürəm? Həmin binaları da sürüşmə zonasında həmin dövlət tikmişdi. Onu nəzərə almamışdı. Halbuki mütəxəssislər deyir, sürüşmə zonasıdır. Əslində oranı tikməli deyildilər. Bəli, o yamaclar tikilməməli idi. Bundan başqa mən bir söz deyim, Tahir müəllimin sözünə əlavə. Məsələn, bizim sürüşmə sahələrimiz var. Biz elə televiziyadan ya internet saytlarından oxuyanda ki, Şamaxı İsmaili zonasında 2 yarımdan yuxarı müəyyən bir seismik aktivlik varsa, biz səhər-səhərin ərazilərə sürüşmə sahələrimizə monitorinqə gedirik. Çünki bizim orada olan sürüşmə sahələrimiz hamısı tektonik qırılmaları üzərindədir. Çağan sürüşmələrimiz hər ikisi. Təkan verə bilər onu. Təzəkənd İsmailinin, Yeni Yol, hamısı sürüş, qırılma müstəvilə, qırılma tektonik satların üzərindədir. Cüzi bir seismik aktivlik həmən zonalarda sürüşmələri aktivləşdirir. Artıq mütəxəssislərin həyəcan siqnalı çalmaq vaxtıdır. Biz gizlətməli deyirik. Baxmalıdır və qanunu tikilməlidir. Ümumiyyətlə, plan alma düzgün aparılmalıdır.
Gözün yumdu, burada binan tikdi, getdi, sabah hadisə. Bunu görürlərsə, hər şey ciddi yanaşmaq lazımdır. Bütün Azərbaycan. Bilirsiniz, bununla əlaqədar bu söhbətin davamı olaraq mən belə misal gətirmək istəyirəm. Megapolis şəhərlər var da, dünyada təbii ki, çoxdur. Məsələn, götürək New York şəhəri və Bakı şəhərinin salınmasında olan qanuna uyğunluğa bir nəzər yetirək. Bilirsiniz, orada çox iri mərtəbəli binalar var, alçaq mərtəbəli binalar da var. Bunların mərtəbələrinin ümumi, deyək ki, bir əyri xətlə bu mərtəbələri birləşdirsək, orada fərq hardasa bəlkə də elə yer olacaqdır, bir 100 metr fərqli olacaqdır. Amma Bakı şəhərində salınan binaların böyük əksəriyyəti 16 mərtəbə, bəzi yerlərdə 20 mərtəbə. Bu New York şəhəri ona görə elə salınmayıb ki, o alçaq mərtəbəli bina tikilən yerdə böyük mərtəbəli tikmək olmazdı. O, bilavasitə o ərazinin geoloji şəraiti ilə əlaqədardır. Harada kristallik suxurlar varsa, orada hündür mərtəbəli binalar tikilibdir. Harada bu ağırlığı saxlaya bilən aşağıda bir bünövrəni təşkil edən suxur kütləsi yoxdursa, orada kiçik binalar tikilibdir. İndi Bakı şəhərindəki deyirəm ki, belə binaların əsasən hündürlükləri belə baxanda hamısı bərabərdir. Bu o demək deyil ki, Bakı şəhəri yerləşən ərazinin geologiyası ilə hər yerdə eynidir. Eyni litoloji tərkibdir, eyni suxurlardır, eyni o suxurların növbələşməsidir. Yəni tikinti işləri aparılanda, binalar tikiləndə müxtəlif təyinatlı olsun. Bu məsələlər hamısı nəzərə alınmalıdır ki, gələcəkdə Şaiq müəllim dediyi kimi o texnogen səbəblər aktivləşməsin. Təbii ki, düzgün qeyd olunur. Böyük əksəriyyəti bizim şəhər ərazisində kanalizasiya xəttinin düzgün işləməməsidir. Böyük əksəriyyəti su xəttindən sızmalardır, istilik xəttlərindən sızmalardır. Ondan əlavə, şəhər salmanın özünün qayda qanunu vardır. Deyək ki, bu atmosfer çöküntülərini toplayıb axması üçün müəyyən bir şərait olmalıdır. Bunu, əgər bu şərait pozulursa, gəlir o texnogen mənşəli suxurlar yığılan ərazi islanır və orada başlayır çökmə prosesi. Belə açıq desək də, açıq danışsaq, bu tutaq hər hansı bir tikinti işi aparılarkən, bir ərazi seçilərkən, gəlib Respublika Seysmoloji Xidmət Mərkəzindən soruşan varmı ki, burada bina tikmək olar, ev tikmək olar, yoxsa yox? Açıq deyirəm ki, yer seçmə bizə aidiyyəti yoxdur, biz yer seçmirik. Yox, seçilmiş yeri. Seçilmiş yerdə istənilən bina, Bakı şəhəri yox, bütün Azərbaycanda tikilərsə seysmoloji mərkəzdən rəy alınır ki, bura neçə ballı zonadır və biz ona rəy veririk, onu araşdırırıq, hamısı hesablayır, deyir ki, bu ərazi binanın ərazisində maksimum neçə bal zəlzələ ola bilər və binalar da ona uyğun tikilir. Amma tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyi tərəfindən yerinə yetirilir. Amma bunu 100% deyirəm, hamı bilir, bina tikənlər. Seysmoloji mərkəzinin rəyini almamış bina tikilməyə icazə verilmiş. Sizin rəyinizi soruşan var mı? Valla bizdən rəy soruşan olmur, uçandan sonra ya vəziyyət gərginləşəndə gəlirlər. Elə adicə, əvəz mən belə deyək, şəhərin salınmasından, acı bir binanın tikilməsindən mən sizə bir misal gətirim. Zıq şosesi 21B ünvanı. 5 mərtəbəli binanı köçürdülər də. Orada çökmə prosesi 2004-cü ildə birinci müşahidə olundu. 2009-da həmən ərazidə biz iş yapardıq, bünövrəni öyrənmək üçün. Görür, bu niyə çökür bu bina? Təsəvvür edin ki, bina, 2 bloklu bina 3 cür suxurun üzərində oturub. Binanın belə kobud desək, solundan sağına qaydanda 5 metrəsi əhəndaşların üzərindədir, 7 metrəsi gillərin üzərindədir, qalan 4 metrəsi qumların üzərində oturub bünövrə. O fərq özün göstərməlidir. O fərq özün göstərməlidir. O bina əyilməliydi, o bina da çökməliydi. Sözə əlavə deyim ki, biz binalara rəy verir. Bir desən ki, məsələn, bu belə bir-birinə perpendikulyar binadır da, amma bir binadır, kompleks düşürlər. Biz o araçlarını görürük ki, binanın bir hissəsi 9 ballı zonaya düşür, 9 ballı, o bir hissəsində 8 ballı ola bilər. Bu qədər yaxın bir məsələ, 10-15 metrdə. Yəni bu ciddi məsələdir buna. Amma sürüşmə zonlarında binaların tikilməyi bundan sonra ciddi izlənilməlidir. Mütəxəssislərdən sonra ikinci harda artıq tikilib, hadisə baş verib, keçmişdən bilməyiblər ya
nəzərə almayıblar. Orada da yenə belə mütəxəssislər baxmalıdır. Burada hansı şərait var, texnogen vəziyyət ciddi nəzarətdə olmalıdır. Kanalizasiya suları, digər sular və orada drenaj məsələlərini həll olmalı. Belə mütəxəssislərə müraciət olunmalıdır. Ümumiyyətlə SSRİ dövründə də bütün metodoloji ədəbiyyatda bir də bir tikintiyə qarşı hər hansı bir ərazi istismara cəlb ediləndə, yaxud da orada urbanizasiyanın inkişafı gözləniləndə, perspektiv bir sahə olanda ən əvvəl həmən o yamaclarda, həmin ərazilərdə gələcəkdə baş verə biləcək o eksogen geoloji proseslərə qarşı tədbirlər görüləndən sonra və o tədbirlər göstərir ki, burada tikmək olar, ondan sonra tikilməz. Məncə heç orada tikmək olmaz. Tikmək olmaz da tikilməz. Niyə soruş? Və niyə tikirlər, niyə belə baş? Söhbət onunla gedir. Bizə indi bir dənə misal deyim sizə. Mən yəni bu yaxınlarda 1-2 ayda stolun üstündə yatdım. Mənə bir dənə çox böyük bir layihənin olduqca böyük bir layihənin rəyə gəlib ki, burada tikmə mühəndisi geoloji şərait imkan verirmi, bu tikinti aparılsın. Məktubun başına yazın. Qoyun deməyəcəm, layihənin adı reklam olmasın. Deməli yazıblar ki, filan ərazidə tikiləcək filan kompleksin ərazisi haqqında mühəndisi geoloji rəy verməniz xahiş olunur. Həmən kompleks tikilib istifadəyə verilib. Artıq verilib. O kompleks istifadəyə verilib. Amma sözə deyilə... Amma hələ sənə deyir ki, tikiləcək. Tikmək olar, olmaz. Bax, bizdə bəla budur. İndi rəy istəyir, tikilib, qutarıb. Azərbaycan tikiləcəyi ərazinin fakt tikilib. Bina hazırdır, kompleks hazır. Tikilib tikilməməyinə də gərək sizin belə deyək ki, qurum qərar versin. Qurum qərar boza gəlirlər. Ekologiya Nazirliyinin ekspertiz idarəsinə bunlar deməli mövcud layihələr artıq o mühəndis geoloqlar ki, tikintinin altında iş aparırlar. Nə səviyyədə aparılır o bilinmir. O gəlir ki, burada tikməyə həmən o aparılmış işə ekspertiz idarəsi bizim nazirliyin rəy verə bilər. Tikintinin aparılmış işə, əraziyə yox. Ərazini bizə deyən də yoxdur. İndi Nazirlər Kabineti məcbur eləyir. Son zamanlar bəli bu indi o hadisələr məcbur eləyib. İndi harda bir tikinti gedilməsi Nazirlər Kabineti orada üstün yazır ki, ekoloji, geoloji proses, ekoloji nazirliyi ekoloji proseslərə nəzərən ərazini qiymətləndirdikdən sonra. Yəni məcburlar. Bəziləri gəlirlər, dünənləri məsələn biz getmişdik, Sırağa gün, Suraxanı rayonuna, yerin seçilməsin, təzə 5 mərtəbə üçün. Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət idarəsinin mütəxəssisləri də var idi. Onlar dururlar ki, qardaş, bunlar rəy versinlər ki, bu ərazidə tikmək olar, biz gələk başlayaq öyrənməyə, tikmək olar ya yox. Bəs tutaq ki, bu yaranmış vəziyyətdə belə deyək, bu necə izah oluna bilər? Siz burada o fikrin davamı olaraq bir məsələni mən qeyd eləmək istəyirəm. Ümumiyyətlə, ərazinin mühəndis geoloji şəraiti deyəndə o bina haqqında söhbət. Bir dənə o binanın 4 küncünün daxilində gedən ərazidən söhbət getmir. Onun ətrafı da daxil olmaqla ərazi mühəndis geoloji, mühəndis geofiziki baxımdan qiymətləndirilməlidir. İkinci bir məsələ, məsələn, bu norma ilə əlaqədar. Deyək ki, su xətti yaxud avtomobil nəqliyyatı yolu da belə çəkilirsə, əvvəllər belə idi ki, o yol xəttindən, yaxud o su xəttindən hər tərəfə 100 metr aralı yenə mühəndis geoloji şərait qiymətləndirilməlidir ki, gələcəkdə bu negativ hallar baş verməsin. İndi bu ərazilər əslində veriləndə tikinti üçün əvvəldən gərək bu ərazi qiymətləndiriləydi ki, qiymətləndirilsin ki, daha doğrusu Şaiq müəllimin ilə çalışdığı ekspedisiya Abşeron yarımadası ərazisində, bir də Respublika ərazisində onların istiqamətlərindən biri də eksogen geoloji proseslərin öyrənilməsidir. Yəni qiymətləndirirlər. Bəlkə yüzlərlə də hesabatları var bu haqda. Yəni bu məsələ indi bələdiyyə yaxud meriya deyək ki, bu tikinti üçün sahə ayıranda gərək bu mütəxəssislərin yaxud bu hesabatlarda o ərazi necə qiymətləndirilibdir, orada hansı tikinti obyektləri yerləşdirmək olar, hansı deyək ki, bunlar gələcəkdə işlərlə məşğul olacaq, onların o fəaliyyət sahəsi da bunlar da gərək nəzərə alınsın. Deyək ki, maşın yuyulur da indi var şəhərin ərazisində. Yuyulur elə o su, o asfaltla, o yolla axır, ora-bura. Bunlar o dama-dama göl olar prinsipi var. Və təxminən odur. Yaşayış binalarının böyük əksəriyyətinin o padvalları deyirik də, suyun içindədir. Bu nəticədə nədir? Təxminən müəyyən müddətdən sonra belə bir vəziyyət əmələ gəlir ki, bu bina elə bir ki, əli qoymusan şarın üstünə, bu şarı yavaş-yavaş təzyiq də ağırdır. Bu da kənarlara təzyiq eləyir.
deyək ki, istinad divarı varsa müəyyən müddətdən sonra onu uçurdacaqdır. Yəni başqa bir yer, bu dağıntıya gələcəkdə də özünə başlayacaq müəyyən müddətdən sonra ziyan törətməyə. Şərif müəllim, bu tutaq ki, sürüşmə baş verən ərazilər, siz indi o ərazilərdə də olursunuz, belə deyək, oradakı prosesləri də öyrənirsiniz. Həm tamaşaçılar üçün də belə maarifləndirici bir şey olsun deyə soruşuram. Açıqlaya bilərsinizmi ki, hansı ərazilərdə sürüşmə riski böyükdür? Ümumiyyətlə, oradan mənzil alanlar, ev tikmək istəyənlər, belə deyək, onların həm belə bir məlumatı olsun həmin ərazilər haqqında, həm də orada yaşayan sakinlər bilsinlər ki, onlar üçün hansı risklər ola bilər. Açıqlaya bilərsiniz yəni? Ümumiyyətlə, birinci növbədə, bir alara Tahir müəllim dedi, əvəz müəllimdə, yamacların təbii ekosistemi, ekoloji vəziyyətinə toxunmaq olmaz. Yəni, yamaclara tikinti aparılması bu qəti qadağan olunmalıdır. Bu bir. İndi ikinci növbədə, çay vadilərində tikintilərin aparılması. Son zamanlardakı su basmalar da hamı gözümüzün qabağındadır. Bir misalı çəkim. Mən 2 il bundan qabaq Lerkin Soru kəndinə getmişdik, sürüşmə ilə əlaqədar. Sürüşmə sahəsinə qaydına görürəm ki, bir qəşəcə buldozer, ekskavatorlar işləyir, yamac kəsilir. Bir aydan sonra bir dora biz gedəndə gördük, o yamacda qəşəcə bir 2 mərtəbə ev tikilir. Və 3 aydan sonra qış dekabr ayında bizə telegram gəldi ki, Soru kəndində sürüşmə olub, evi basıb getdi, gördü, həmən ev qalıb sürüşmənin altında. Ya Tovuzun o qəriblər kəndindəki keçənilki faciə. Yamacı kəsib, içində qəşəcə ev tikib, yamac sürüşmə də gəldi, 5 nəfər də altında kömüldü, bir ailə getdi. Yəni bizim özümüzdə, indi Bakı şəhəri üçün götürək, Bakı şəhərinin başqa bir qlobal problemi var sürüşmələrdən başqa da. Vaxtilə SSR dönəmində Bakı şəhərində yeraltı suların səviyyəsini idarə etmək üçün quyular var idi. Azərsu tərəfindən işlədilirdi. O quyular daimi yeraltı suların, qurumtaş sularının səviyyəsini bir səviyyədə saxlayaraq artıq su gələn suyu da hamısı kanalizasiya sisteminə ötürülürdü. İndi çökmələr gedir. Son zamanlar ki, bir həftə, 2 gün içində 4 sahədə böyük çökmələr gedir. Səviyyəsi qalxır da şahid. Səviyyələr qalxır. Nə qədərdir bu səviyyəndə? Məsələn, Bakını valla bu dəqiqə sizə bir şey, o günlərdə bir Təbriz prospekti üzrə mən gəlirdi bu Nərmanov rayonunda. Təsəvvür ki, su yer səthinə çıxıb. Halbuki həmin ərazilərdə, məsələn, mən Baqqal gəldim idarəyə çatan kimi, geoloji, hidrogeoloji material 18-20 metrdə olub qurun suyun səviyyəsi. Kritik hətta icazə verilə bilər, 2 metrə yarımdır. Yəni, tikinti aparıla bilən ərazidə qurun suların səviyyəsi 2 metrə yarımdan yuxarı ola bilməz. Çünki suxuranın kapilyar qalxım məsələsi var, bünövrəni dağıtmasına. Bu dəqiqə Bakı ərazisində sular, valla 1 metrə qalsaq, indi bütün təzədən iş aparılmaq istəyir böyük Bakı ərazisində. Və yəqin ki, Bakının 80%-ni ümumiyyətlə tikinti aparmaq olmaz. Yəni, ciddi təhlükə var, həyatın siqnalı çalınmalı. Bu qurun suların miqdarının artması, bunun debitinin artması, mexaniki sufoziya, Bakı şəraitində də kəsilişin əksər hissəsi qumlu hissələrdir. Bakı muldasının. Sufoziya, mexaniki sufoziya yaradırmı? Yaradır. Bu da avtomatik olaraq endirirmi, çökmə prosesinə yol açırmı? Açır. Getdi beləsinə. Digər tərəfdən, kim təminat verə bilər ki, onun suyun qurun suyunu, bugünkü tərkibini öyrənliyik biz. Sabah orada sulfidlə aqressivlik yaranıb, bünövrəni dağıtmayacaq. Yəni, beton aqressivliyi və İçərdən yiyəcək. Bəli, yiyir bünövrələri. Yəni, bu problemlər, digər tərəfdən bu dəqiqə Bakıda çox faciəvi bir proses, yəni buna rəvac verilib tikintilərdə sıvay vurulur. Biri-birinə istinad etmiş sıvaylardır. Yəni, bunlar yeraltı suların axım istiqamətini dəyişdirir. Və onun nəticəsində bugün qurun suların axımı tutaq ki, Bayır sürüşmə yamacında Nərmanov prospekti istiqamətinədir. Milli Məclis qarşısında orada da Nərmanov prospekti istiqamətinə idi. İndi ora vurulmuş o böyük tikintilərin altında sıvayların kəsdiyi istiqamət dəyişib artıq. Tamamilə başqa istiqamətə yeraltı suların axımı gedir. Bu da növbəti sahədə sürüşmələr ortaya çıxarır. Bugün biz gözlədiyimiz sahədə, məsələn, müalicə, leskomissiya dediyimiz sahə var da, sürüşmə sahəmiz. Onun üstündə tikinti gedir 6 aydır. Deyirlər, fontan tikilir orada. Onun altında da, Bəli, təsəvvür edin, o sürüşmə sahəsini stabilləşdirməkdən ötürü nə boyda vəsaitlər qoyuldu. O çox böyük sürüşmə. Bəli, indi orada fontan tikilir. Mən sizə bir söz deyim, üzrsən, biz binalara rəy veririk. Elə binalar var ki, mən yenə yadımda deyir adları və demək də istəmirəm. Siz dediyiniz kimi demək. Biz yazırıq, rəy veririk 9 bal, 8 bal altında qeyd. Bura sürüşmə zonasıdır. Biz həmişə yazırıq, özdə nə qədər eləyiblər yazmıyor. Xahiş minlə. Qeyd, bura sürüşmə zonası, biz buna məsuliyyət daşımırıq. Çünki mənim sahəm deyil, mən bala verdim. Belə şeylər çox olur.
Amma demək lazımdır, çünki burada Azərbaycan xalqı yaşayır, biz yaşayacağıq. Şahiq müəllim o svay məsələsini düzgün qeyd elədi. Ondan əlavə biz götürsək Bakı şəhərinin ərazisinə baxsaq, əvvəlki, yəni bir 20 il, 25 il bundan əvvəlki tikinti sahə, bir də bugünkü tikinti sahə bu quruntularının qalxması məsələsi ilə. Bu binalar tikiləndə təbii ki, bunun fundament, nə bilim, o dəmir beton konstruksiyası. Hal-hazırda Bakı şəhərinin ərazisində tamam başqa bir hidrogeoloji şərait yaranıbdır. Əgər əvvəllər o mailliyə görə o qurun sularının hərəkət istiqaməti deyək ki, bir 100 metrdən nə qədərsə su keçirdi, indi o 100 metr gəlib olubdur, nə bilim 5 metr, 10 metr həddində qalıbdır. O sular da süzülə bilmir. Və bu da bir yandan o suların səviyyəsinin qalxmasına şərait yaradır. Təbii də bunların qabağı bənd kimi kəsilibdir hissə-hissə. Yəni bilirsiniz, şəhər tikmək olar, yaxşı şeydir. Bu heç kim tikintinin əleyhinə deyil. Amma bu hamısı məcburdurmu ki, mütləq elə bu binalar, sürüşmədən əlavə bu binalar tikilsin, deyək ki, bu Bağ Sovet ətrafında, tikilsin, deyək ki, Nərimanov prospektində, yaxud Elmlər metrosu yaxınlığında. Yüklənmədir, bəli. Bir də ki, indi bəzi adamlar bəlkə də fikir vermir, gedəndə bu binaların ətrafında, o binalardan sonra görürsünüz ki, belə asfalt qabarıbdır. Əslində bu da bu ekzogen geoloji prosesin, nə bilim, o sürüşmənin bir əlamətidir, bəli. O vıpır yaradır, qaldırır, yəni bina çökür, qaldırır. O da mütləq gecə tezi bu binanın konstruksiyasına ziyanla yaranacaqdır və sürüşməni də yaradır. Hər üçünüzə bu sual vermək istəyirəm ki, harada tikmək olmaz? Birinci dedik yamaçlarda. İkinci, belə yenə dedim, haradakı quruntun yük götürmə qabiliyyəti, ona veriləcək yükün miqdarından asılı olaraq sabah deformasiyalar, qaytara bilməyən deformasiyalara məruz qalacaqsa, yəni bizim Bakı ərazisində belə yerlər çoxdur. Üçüncü, yeraltı suların ümumiyyətlə tikmək olar hər yerdə. Yaponiyanın özündə sürüşmələr üzərində göydələnlər tikilir. Deməli, ən əvvəl sürüşmə kütləsinin, həmin yamacın dayanıqlığı bərpa olunur. Bir 100% yox, bir 20% artıqla. Yəni sürüşmə 100% olası deyil orada. 120% olası deyil. İkinci, həmən sürüşmə kütləsində sıvaylar vurulur ki, onun üzərində binalar tikilsin. O sıvaylar sistemi ətrafında böyük drenaj sistemləri yaradılır. Yəni hidrogeoloji şəraitdə baş verən dəyişikliklər aradan qaldırılsın təcili. Yəni o avtomatik drenaj sistemləri qoyulur. Üçüncüsü, həmin ərazilərdə gələcəkdə baş verə biləcək. Yəni bu gün biz orada sürüşmələri qoruyuruq. Sürüşməyə qarşı tədbirlər həyata keçiririk. Sabah orada digər bir proses əmələ gəlir. Çökmə. Sıyıqlaşma ola bilər. Bunun qarşısını almaq. Bütün o kompleks tədbirlər görüldükdən sonra istən harada istən tikmir, o dənizin ortasındadır. Təəssüf olsun ki, bizdə bir tərəfli bütün tədbirlər ya fikirləşir sürüşməyə qarşı eləyib bu tədbiri, ya göyə çökməyə qarşı, ya nəyəsə qarşı bir tədbir eləyirik, ya da heç nə eləmirik, sadəcə olaraq ucuz başa gəlsin deyə əldən qoyuruq sıvayları. Onu ki, bir misalı deyim, keçən il getdim mən, ta 2 il bundan qabaq, Muğanlı kəndinə çatmamış, orada bir dolab var. Dolabda sıvay vururlar yerə. Yaxınlaşdım, böyle bir Türk Tadini şirkəti vururdu. Ancaq işləyənlər, geologları Türk idi, Zəhratlı bir qadın idi. Yaxınlaşdım ki, kimdir geoloq? Tadini şirkəti. Dedi, Zəhra xanım geoloq. Niyə 12 metr vurursa sıvayı? 12 metr burada bəsdir. Sıvayları vurdular, 26 sıvayı yolda asfaltladılar, qəşəcə getdilər. 3 gündən sonra güclü yağışlardan sonra sıvayla qarışıq həmən yol getdi. Bu dəfə deməli, üstündən bir 2 ay keçmiş, başladılar 21 metr dərinə sıvayları vurmağa. Yenə mən o sualı verdim ola, 16 metr. Ay xanım, niyə vurursunuz bu 16 metr? Nə əsasına? Bəs 16 metr. Vurdular, yenə mi getdi mi? Və sizin qurumda belə bir səlahiyyət yoxdur ki, dayandırsınız. Biz yazıb göndəririk. Bizim səyahətimiz dayandırmaq heç kəsdə yoxdur. Biz dövlətə yazıb göndəririk ki, filan yerdə bu proses gedir, bu proses həyata keçirilir. Nəticəsi nə olacağını da yazıb göndəririk. Şamaxı yolunun 103-cü, 111-ci kilometri, baş Şamaxı magistralının. Dəfələrlə demişik, axırda bir komissiya yaradır. Nəqliyyat naziri tərtib elədi, yaratdı bir komissiya. Mən də o komissiyanın üzvü olmuşam. Həmən hissələri bütöv gəzdi və hamısında da tədbir edir. Necə yazmışdıq 22 səhifəli bir arayış idi. O həmən arayışı Nəqliyyat Naziri bir akt formasında qəbul edir, razılaşdı.
Tədbirlər görüldü. 106-cı kilometrdə istinad divarları tikildi. Təsəvvür eləyin, sürüşmə kütləsi, sürüşmə yolun Bakıdan gedəndə sağında, yamacda gedir. Əsas sürüşmə mənbəyi oradır. Yolun üstündə bunlar böyük istinad divarları tikdilər və həmən yerdə sürüşmə gedir. Bu gün də davam edir. Dünənlər mən gəlmişəm o sahədən. Yenə də böyük aktivləşmə var. Sürüşmə də gəlir. Kütlə də aşağıdan gedir. Bir gün o yolu istinad səhv qurdular da orada. Təbii. Yəni bizim özümüzün dediyimiz, öz mütəxəssislərimiz qalıb kənarda. Bu işlə məşğul olub, bu işi görənlər, bunun plan almasını aparanlar, bunun geofizikasını işləyib, topografiyasını işləyənlərimiz var. Bunu bütöv işləyib, bir atsot hesaba çıxarıb ortaya qoymuşum ki, bunu olmaz. Tamamilə bir yad bir adam, bu azman ərazisindən xəbər olmayan bir adam gəlir, bir dənə bu sahəni görüb, buna deyiblər ki, burada sürüşmə var 106-cı kilometrdə. Bunun qabağını alaq. O da 3 dənə orada quyu qazıb 10 metr dərinliyində. Mən də baxdım, diametrləri də onların 52-dir. Bu belə bir diametrlə qazırlar. Biz qazanda maşındır, nəvələr öyrənirik. Qazıb, onun əsasında istinad divarı layihələndirilib, bu boyda xərc qoyulub, istinad divarı gedir. Deyir, mən yuxarını qormuşam, aşağı gedir, mənim nə günahım var. Sürüşmə aşağıdan əvvəlcədən gedir daxil. Sənin əvvəl yarımçıq görülür. Bəli, işlər tamamilə yarımçıq görülür. İndi o sualı sizdən istəyirəm cavab eşitdim. Yəni, harada tikmək olmaz? Mən Şahiq müəllim deyən məsələlər qəbul edirəm. Digər yerlərdə də seismikliyi nəzərə almaq lazım. Çünki Bakı şəhəri 8 ballı zonadır. Yəni burada nə vaxtsa 8 bal gücündə zəlzələ baş verə bilər, ehtimalı var. Hesablamalar göstərir ki, Bakı şəhəri gələcəkdə 8 bal gücündə 12 ballıq şkala ilə 8 bal gücündə titrəyişə məruz qala bilər. Binalar ona uyğun tikilməlidir. Tikilməzsə o bina təhlükə altında qalacaqdır. Qalanları Şahiq müəllim. Ümumi belə desək də, təxminən bizdə olan hazırda Bakı şəhərində elə götürsək binaların neçə faizi o sizin tələblərə cavab verir? 91-ci ilə qədər tikilən binalar hamısı 7 bala tikiliblər. Bəli, 91-ci ilə qədər. 91-dən sonra məlum olub ki, yeni tədqiqatlar görülüb, bura 8 ballı zonadır. Bu onu göstərir ki, Allah gözləmir, 8 ballı zəlzələ baş verə bilərsə, yəni seismologlar artıq təsdiq edirlər ki, burada 8 ballı zəlzələ ola bilər, nə vaxtsa, onda böyük əksəriyyət, yəni 90-cı ilə qədər tikilən binaların hamısı dağıntıya məruz qala bilər. Və sonraki neçə faizi? Sonrakılar da Nazirlər Kabinetinin sərəncamına görə seismoloji mərkəzi belə gəlmir, sərəncam var. Bizdən rəy almalıdırlar. Biz veririk onu. Necə tikilməyə mən səlahiyyətim çatmır və savadım çatmır. Mən tikinti üzrə mütəxəssis deyiləm, amma Fövqəladə Hallar Nazirliyində tikililərə nəzarət şöbəsidir, nədir, agentliyi var. Onlar düşünürəm ki, nəzarət edirlər. Yəni, siz necə deyərdiniz Sərəzman? Bilirsiniz, harda tikmək olmaz. Birincisi, ərazinin geoloji şəraiti, geoloji quruluşu buna imkan verməlidir. Yəni, o deyildiyi kimi, əgər bu ərazi yamaçdırsa, yaxşıdır ki, orada əvvəldən mühəndis geoloji, deyək ki, mühəndis geofiziki, kompleks tədqiqatlar aparılsın, ora qiymətləndirilsin, sonra tikilsin. Ərazinin geoloji şəraitinə daxil olan digər məsələ, o ərazinin tektonik proseslərin nəticəsində bugünkü vəziyyəti, yəni orada pozulma xətləri varmı, nə qədər də onların intensivliyi, aralarındakı məsafə nə qədərdir bu məsələ. Geoloji, litoloji tərkibi suxurların. Bu suxurların növbələşməsi nə vəziyyətdədir? Çünki ola bilər ki, üstə deyək ki, bir metr yarımlığında əhəng daşı olsun, amma onun aşağısında bir qumlu gil qatı olsun. Bu geci tezi bu ərazini bir potensial sürüşmə ərazisinə çevirəcəkdir. Yamaçlarda qeyd edilir ki, bilirsiniz, mən deyək ki, təbiətin bir müqayisəsini deyim də, bu bal arıları, bunlar da bir pətək düzəldir və ora bal toplayır da. Onlar da hətta o pətəklərin mailliyini 13 dərəcə, onların pətəklərinin mailliyi 13 dərəcə təşkil edir. Yəni, burada balın qatılığı el olmalıdır ki, o pətəkdən axıb tökülməsin, bunu işləri arı görür. Sürüşməli potensial sürüşmə sahələri kimi 14 dərəcə götürülür. Yəni, yamacın mailliyi 14 dərəcədirsə, bu ərazi potensial sürüşmə sahəsidir. Bu ərazilərdə tikmək olmaz. Dəniz, deyək ki, dəniz kənarında, göllərin ətrafında, qeyd edilir, çayların ətrafında iri tikintilər aparmaq olmaz, iri həcmli. Yaxud aparılırsa da, bunlar müəyyən mühəndis, geoloji tədbirlər, dəqiq belə məsələlər öyrənildikdən sonra və onlara qarşı
tədbirlər həyata keçirildikdən sonra. Mən bir dənə xüsusi fikir deyəcəm, Şahiq müəllim dedi, Yaponiyada elə işlər görürlər ki, 120% əmin olurlar. Mən fikrimi deyim, bəlkə səhv deyirəm Şahiq müəllim. Yaponiyada torpaq problemdir, orada tikməyə yer yoxdur, onlar ona görə çox bahalı işlər görürlər ki, amma Azərbaycanda, Bakıda bu işləri görmək, o qədər xərc çəkib orada bina tikməyə ehtiyac yoxdur. Sahimiz böyüdür, Bakını genişləndirin ətraf tərəfə, amma Yamazda tikmək... Uzunluğa yox, yəni elinə genişlənsin. Orada tikmək var. Hətta o Şahiq müəllim deyən eləyən məsələ binanın maya dəyərini o qədər qaldırır ki, ehtiyac yoxdur. Ən yaxşı Yamazda tikmək olmaz sürüşmə zonasında. Mən belə düşünürəm. Son zamanlar sürüşmələrə məruz qalmış kətlərimiz var, bütöv kətlərimiz. Məsələn, keçən il Güləzi kəndi Qubanın 189 ev bütövlükdə sürüşdü getdi. Və təzə ev kənd salındı. O vaxt Nazirlər Kabinetinin iclası olanda Abid müəllim təklif edər ki, oranı bəlkə mühafizə tədbirləri oturub hesablayasınız. Adicə onun bir dənə həmən o 17 hektarın mühəndisi geoloji bilim 1000 miqyasında syomkan plan almasını aparmaq üçün bir 300 min pul lazımdır. Halbuki o kəndi köçüdür, təzə kənd salmağa 300 min pul, 500 min pul lazımdır. Yəni mühafizə etmək əvvəlcədən sürüşmədən qabaq. Dəyər mi ona? Olmaz. Yox, sürüşmədən qabaq, əhali kənd salınmamışdan qabaq rahatdır, ucuz baş əlir. Sürüşmə prosesi gedəndən sonra onun qarşısını almaq olduqca bahalı bir tədbirdir. Aydın, indi çıxış yolu nədən ibarət? Xahiş edirəm, axırda verilişimizin və sonun yekununda çıxış yollarını göstərək ki, hansı tədbirlər görülməlidir? Siz elə başlayaq sizdən əvəz mənim. Nə təklif edirsiniz ki, bu yaranmış vəziyyətdən, bu gedən proseslərin qabağını almaq üçün hansı təklifiniz var? Bilirsiniz, şəhər ərazisinə gəldikdə istər bu atmosfer çöküntülərin toplanmasına güclü nəzarət olmalıdır. Kanalizasiya sistemindən düşən suların, su kəmərlərindən düşən suların deməli qarşısı alınmalıdır. Yəni onlar geoloji mühitdən çıxarılmalıdır. Sızmaların, bəli, onlar geoloji mühitə daxil olmasının qarşısı alınmalıdır. Bir, necə deyərlər, indi belə fikir versəz, əksər binaların ətrafında bu yerlər var da, insanlar ağac əkir, neynir. Bu yaxşı şeydir. Amma hərə oranı parça-parça bölüb, əlində də hər axşam tərəfi bir şlankla oranı sulamaq, bu məsələlər zadlar hamısı həll olunmalıdır. Və gələcəkdə bunun inkişafının qarşısını almaq üçün ümumiyyətlə ərazi, mühəndis, geoloji nöqteyi nəzərdən dəqiq olaraq ən azı bir 40-50 metr dərinliyə qədər qiymətləndirilməlidir. Və elm bu tikinti işinə daxil olmalıdır. Mütləq. Əgər bu daxil olmasa, bu proseslərin inkişafı, sürəti daha artacaq, nəzarətdən çıxacaq. Mən belə düşünürəm ki, bayaq dediyimiz amillər nəzərə alınmalı bu öz yerində. Azərbaycanın Bakı şəhərində xüsusi diqqətə cəlb olunmalıdır. Mənə elə gəlir ki, suyun səviyyəsinin qalxması yalnız sızmalardandır. O qədər təsəvvür 20 metrə qədər qalxıb. Bu da nəyə görədir? Əhali çoxalıb, urbanizasiya genişlənib. Azərbaycanın yarısı, artıq rəsmi şəkildə 4 milyona yaxın və bəlkə də ondan artıq Bakıda yaşayır. Hər bu qədər adamlar burada su sızması, evdə kanalizasiyadır, su mənbələri bunlardan sızır. Və bundan əlavə mən deyərdim ki, Bakı şəhərində bu qədər binalar tikilir, onların su sistemi, kanalizasiya sistemi uyğundur, o adamların sayına uyğundur, ona görə bunlar var. Sistem hamısı dəyişilmir, binalar tikilməmişdən qabaq onun kanalizasiya su xətləri yenidən tikilib birləşdirilməlidir. Onlar nəzərə alınmadan tikildiyinə görə bu sızma biraz da davam eləyəcək, yəni təhlükə böyükdür. Çox böyük risk. Mən vallahi Məmməd Arazın bir sözü var. Deyir, məndən keçdi, qardaşıma dəydi prinsipi var Azərbaycanda bizdə, bizim mentalitetdə. Ümumiyyətlə bizdə ekoloji maarifləndirmə sıfır səviyyəsindədir. Gözümüz görə-görə bunu özümüz yaradırıq və qonşum yaradır. Mən buna göz yumuram. Şahik müəllim, siz desin Nazirlər Kabinetə də təkliflər göndərmişsiniz. Bəli, biz bütün o sürüşməsi, konkret hər bir sürüşmə sahələrində görüləcək tədbirlər haqqında Nazirlər Kabinetinə bunu təqdim eləmişik ki, bu proseslərə nəzarətdə daimi saxlanılmalıdır. Onlar da qaytarıblar özümüzə üstü yazılandan sonra ki, nəzarətdə saxlayın. Xəbər verin bizə. Biz hər ay, yəni bizim nazirlik ay boyu bütün o, məsələn, bir misalı mən çəkim, 223 sahədə bu dəqiqə biz monitorinq aparırıq sürüşmə sahəsində, Respublika ərazisində. Baş vermiş sürüşmələrin hansı monitorinq aparırıq, bunun 35%-i bilavasitə seysmodinamik şəraitlə bağlıdır. Boynumuza rəsmi də alırıq, bunu yazdıq, verdik.
Deməli, qalan 65%-in 50%, 52%-i bilavasitə texnogen sürüşmələrdir. Yəni sızmalar falanlar. Bəli. Orada qalan 13% cəmisi təbii atmosfer çöküntülərinin boyunda yıxdığımız 13%-dir. Yəni qalan bütün əsas 52% sürüşmə, 223 sürüşmə sayəsindən 52%-i bu bilavasitə texnogen bizim öz savadsızlığımızın nəticəsidir ki, bugün altın çəkirik. İntisavəncə Ağsu aşırımında əvvəz müəllim bir geoloji işlədi. Biz quyu qazdıq 150 metrə. 1 qram su arası gəlinmədi 150 metrədə. Bu dəqiqə həmən yerdə 42 metrdə su dayanır. Görün təzə 3 il ərzində bizim texnogen səbəbdir də. Yəni öz savadsızlığımızın nəticələrini bir çəkirik. Mən çox təşəkkür edirəm ki, bugün bu məsələni burada gələrək qaldırdınız. Əgər baş verən hadisələrin səbəbləri dəqiqliklə öyrənilməsə və sürüşməyə məruz qalan ərazilərdə qabaqlayıcı tədbirlər aparılmasa, çox böyük təhlükədən və çox böyük riskdən söhbət gedə bilər. Ona görə də bu məsələlərə yenidən elə bu təhlilin studiyasına qayıdacağım.